Çox sağ olun. Mən Etibarla tanışdığım münasibəti, dostluq münasibəti, məlhəm münasibət, bax bu romandan sonra oldu. Tahirənin İntiqamı adlı bir romanı mənim əlimə keçdi kitabı oxudum. Çox xoşum gəldi və içimdə, daxilimdə bir söz yarandı, bir fikir yarandı, bir arzu yarandı ki, nə olardı bu kitaba, bu romana bir senari yazılıydı və bir film çəkildi. Və burada yazılmayan səhnələri mən artıq görürdüm və belə oldu ki, Etibar müəllimlə görüşdük və fikrimi dedim ona. Dedi ki, yaz senari. Amma düzünü deyim ki, yazmağı bilirdim. Senari yazmağı qətiyyən bilirdim, o formanı bilirdim. Və bəlkə də burada oturan insanların, o qələm sahiblərinin, senarilərini tapdım, qoydum, formanı öyrəndim, başladım yazmağa. Bəlkə də bir 20 dəfə, 30 dəfə yazmışam. Burada olan səhifələrin hamısını gətirib oxuyurdum. Ha belə illər ötdü. Bəlkə də bir 2 il çəkdi. O senari hazır oldu. Və biz film çəkdik. Əlbəttə, Etibar müəllimin köməyi ilə 4 seriyalı film əmələ gəldi, aktyorlar çəkildi, burada mənim dostum Ədalət də çəkildi. Biz başa gətirdik 4 seriyalı film və ASTV-də getdi bu film. Mən indi bugünkü gündə sizdən arzu edirəm. Mən sizinlə tanış olanda, mən siz yaşdaydım, siz də məndən bir 20 yaş kiçiydiniz. İndi gəlmişəm sizin 50-liyinizə, mən sizi təbrik edirəm, sizi bağrıma basıram. Və bayaq dediyiniz o Çingiz müəllimin də söylədiyi, sizin o Moskvaya getməyimiz, gəlməyimiz, o proyekt yerinə yetəydi, gün gələydi, çox yaxın zamanda, yenə belə yığışıydıq bura, onu təbrikə gələydi. Mən sizə can sağlığı arzu edirəm, bütün arzularımız, nə varsa ürəyimizdə yazıya, sənətə, incə sənətə dair hamısı yerinə yesin. Öpürəm sizi, sağ olun. Çok sağ olun. Çok sağ olun. Azim Bey'e söz vermek istiyorum.